Heç belə olubmu ki, yuxudan oyanasınız və bir anlıq duruxasınız? Bəlkə də gördüyüm o yuxu əsl reallıq idi. Bəs indi yaşadığım bu həyat, bəlkə bu əslində bir yuxudur. Baxın, təxminən 2400 il əvvəl Çində bir müdrik yaşayırdı, Chuang Tzu. O təkcə bu sualı verməklə qalmadı, demək olar ki, bütün fəlsəfəsini məhz bu ideyanın üzərində qurdu. Gəlin birlikdə onun o məntiqi alt-üst edən, reallıq dediyimiz şeyi sual altına alan dünyasına bir baş vuraq. Hər şey bir yuxuyla başlayır və bu, bəlkə də bütün fəlsəfə tarixinin ən məşhur yuxusudur. Deməli, müdrik Chuang Tzu bir gün gözlərini yumur və yuxusunda özünü bir kəpənək kimi görür. Təsəvvür edin, qanad çalır, çiçəkdən çiçəyə qonur, xoşbəxtdir, azaddır və ən əsası insan olduğundan heç bir xəbəri yoxdur. O, sadəcə bir kəpənəkdir. Amma sonra oyanır və beynini bir sual gəmirir. Bu sual əslində bizim də bugün cavabını axtaracağımız bir sualdır. Yaxşı, bəs reallıq nədir? Biz nəyin real, nəyin yuxu olduğunu həqiqətən də bilirikmi? Baxın, Chuang Tzu'nun bu kəpənək yuxusu var ha, bu elə-belə bir hekayə deyil. Bu, onun bütün fəlsəfəsinin sanki bir açarıdır. Gəlin görək, o reallıq dediyimiz şeyi necə sual altına alır. Bəs kimdir bu Chuang Tzu? Deməli, o, eramızdan əvvəl 4-cü əsrdə yaşamış bir taoist ustad olub. Amma onu başqalarından fərqləndirən bir şey var idi. O, dərin fəlsəfi fikirlərini quru, mürəkkəb kitablarda yazmırdı. Yox, o, zarafatçıl hekayələr, lətifəyə bənzər təmsillər və insanın beynini yandıran paradokslarla danışırdı. Çünki onun məqsədi nəsə öyrətmək deyildi, əsas məsələ düşündürmək idi. Yaxşı, bəs Chuang Tzu'nun bu qədər şübhəci olması, hər şeyi sorğulaması haradan gəlir? Cavab, onun dünya görüşünün təməlində yatan tək bir anlayışdadır. Tao, yəni kainatın o adsız, təsvirə gəlməz yolu. Deməli, Tao dediyimiz şey bizim alışdığımız o yaradıcı tanrı anlayışından tamamilə fərqlidir. Yəni o kiməsə hökm vermir, sizi cəzalandırmır və ya mükafatlandırmır. Heç bir niyyəti yoxdur. Təsəvvür edin ki, bir çay axır. Tao o çayın özü deyil, çayın axdığı yataq kimidir. O sadəcə var. Hər şeyin içindəki və xaricindəki o təbii nizamdır. O axışdır. Və elə buna görə də çox məşhur bir deyim var. Sözlərlə ifadə edilə bilən Tao, əbədi Tao deyil. Yəni, onu sözlərlə təsvir etməyə çalışmaq sanki bütün okeanı balaca bir fincana sığdırmaq kimidir. Mümkünsüzdür. Tao izah olunmur, o sadəcə təcrübə olunur. Ona nə ad versən, nə tərif versən onu kiçiltmiş olur. Yaxşı, bəs bu təcrübə olunan Tao kainatı necə yaradır? Taoist kosmologiyası bunu çox maraqlı izah edir. Hər şey heçlikdən başlayır. Amma bu boşluq deyil. Bu, sonsuz bir potensialdır. Bu potensialdan isə ilk olaraq birlik yaranır. Təsəvvür edin, hələ heç bir fərqin olmadığı, hər şeyin bir olduğu ilkin xaos. Sonra zamanla bu birlik iki əks qütbə bölünür. Hamımızın bildiyi yin və yang, gecə və gündüz kimi, qadın və kişi kimi. Və məhz bu iki qüvvənin daimi rəqsindən, onların bir-biri ilə qarşılıqlı təsirindən bizim bildiyimiz hər şey, dağlar, çaylar, bütün canlılar, yəni taoistlərin dediyi kimi min bir növ yaranır. Deməli, Tao ilə harmoniyada yaşamaq əslində dünyaya tamamilə fərqli gözlərlə baxmaq deməkdir. Yəni, hər şeyi soyuq məntiqlə ölçüb biçmək əvəzinə kainatla birbaşa bir əlaqə qurmaq. Və Chuang Tzu'nun bu fərqli yanaşmasını anlamaq üçün onun o məşhur balıq hekayəsinə baxmaq lazımdır. Bu, möhtəşəm bir hekayədir. Gəlin təsəvvür edək. İki dost, Chuang Tzu və Huizi, çay kənarında gəzirlər. Chuang Tzu suda şən-şən üzən balıqlara baxır və deyir: onların sevincinə bir bax, amma onun dostu Huizi bir məntiq adamıdır. O bu cür intuitiv yanaşmanı qəbul etmir və dərhal etiraz edir. Hüseynin sualı əslində çox məntiqlidir, elə deyil? Yəni, sən balıq deyilsən, onların sevincli olduğunu haradan bilirsən, deyir. Düz deyir də. Axı bir insan başqa bir canlının, bir balığın daxili dünyasını, onun hisslərini necə dəqiq bilə bilər ki? Bu, soyuq, analitik bir məntiqdir. Amma Chuang Tzu'nun cavabı, bax, bu əsl dahyanəlidir. O məntiqi elə, məntiqin özünə qarşı çevirir və deyir: sən mən deyilsən, bəs mənim balıqların sevincini bilmədiyimi haradan bilirsən? Bu cavabla o, əslində daha dərin bir şeyə işarə vurur. Bilik dediyimiz şey, həmişə sübut edilə bilən faktlardan ibarət deyil. Yəni, əsas məsələ budur. Chuang Tzu'nun demək istədiyi odur ki, bəzi şeyləri bilmək üçün təkcə soyuq, sərt məntiq kifayət deyil. Bəzən təbiətlə olan o əlaqəmiz, o empatiyamız, o intuitiv hissiyatımız bizə daha çox şey deyir. Bəzən bir şeyi bilmək üçün onu sadəcə hiss etmək yetərlidir. Gördüyünüz kimi, Taoizm bizim alışdığımız bütün qaydalara, normalara meydan oxuyur.
İndicə məntiqin həmişə kral olmadığını gördük. İndi isə gəlin güc və fayda haqqında bildiyimiz hər şeyi alt-üst edən başqa bir taoist paradoksuna baxaq, faydasızlığın möhtəşəm faydasına. Bax, bu konsepsiyanı Wu Wei-ni anlamaq çox vacibdir. Çox vaxt bunu tənbəllik və ya heç nə etməmək kimi başa düşürlər. Amma qətiyyən elə deyil. Wu Wei təbiətin axınına qarşı çıxmaq, onunla mübarizə aparmaq əvəzinə onunla birlikdə, onunla harmoniya içində hərəkət etməkdir. Təsəvvür edin, su bir qayanın ətrafından necə axır? Zorla yox, sadəcə yolunu taparaq. Bu sanki müasir dövrünü bitməyən stres üçün bir reseptdir. Güc tətbiq etmədən, mübarizə aparmadan məqsədə çatmaq sənəti. Suang Tzu'nun fəlsəfəsində əsl güc sərtlikdə, kobudluqda deyil. Gəlin bir səhnə canlandıraq. Güclü bir fırtına qopur. O möhtəşəm, qürurlu palıd ağacı var ha, bütün gücü ilə küləyə müqavimət göstərir və çat, qırılır. Amma o biri tərəfdəki elastik, yumşaq söyüd ağacı sadəcə əyilir, küləklə birlikdə yellənir və fırtına bitəndə sapsağlam qalır. Yaxud da su. Sudan yumşaq nə var ki? Amma zamanla ən sərt qayaları belə yeyib bitirir. Və paradoks da məhz budur. Sərt və güclü olan ölümün, yumşaq və zəif görünən isə həyatın yoldaşıdır. Nəticədə qalib gələn həmişə yumşaq və zəif olandır. Çünki həyatda qalmaq və uğur qazanmaq üçün bəzən ən yaxşı strategiya inadla müqavimət göstərmək yox, axına uyğunlaşmaqdır. Yaxşı, əgər həyatın axınına təslim olmaqdan danışırıqsa, onda ağla tək bir sual gəlir. Bəs ən böyük axın, ən qaçılmaz çevrilmə nədir? Əlbəttə ki, ölüm. Gəlin indi Chuang Tzu'nun fəlsəfəsinin bəlkə də ən cəsarətli nöqtəsinə gələk və həyatın bu son fəslinə onun gözləri ilə baxaq. Chuang Tzu üçün ölüm qorxulacaq, faciəvi bir son deyil. Qətiyyən. Onun üçün ölüm sadəcə Tao'nun o sonsuz dövranında növbəti bir mərhələdir. Biz adətən ölümü bir son, bir itki kimi görürük. Amma Taoizmdə bu sadəcə bir keçiddir. Necə ki doğuluruq, eləcə də ölürük. Biri nə qədər təbiidirsə, o biri də o qədər təbiidir. Onun bu məsələyə baxışını öz sözləri çox gözəl ifadə edir. Deyir ki, əgər Tao sol qolumu bir xoruza çevirsəydi, mən onunla sübhü salamlayardım. Əgər ayaqlarımı bir arabaya çevirsəydi, onunla dünyanı gəzərdim. Fikir verin, bu təkcə ölümü qəbul etmək deyil, bu çevrilmə ilə oynamaq, onu bir macəra kimi qarşılamaqdır. O dəyişikliyə müqavimət göstərmir, əksinə görək nə olacaq deyə maraqla gözləyir. Bu, təbiətin axınına tam təslim olmağın zirvəsidir. Taoistlər ölümü çox gözəl bir metafora ilə təsvir edirlər. Dəstənin düyününün açılması. Yəni, həyat sanki bir yerə yığılmış bir dəstədir, ölüm isə o düyünün açılması və hər bir parçanın öz mənbəyinə, yəni Tao'ya geri qayıtmasıdır. Bu, yox olmaq deyil. Bu, sadəcə başqa bir formaya çevrilməkdir. Eyni ilə fəsillərin dəyişməsi kimi təbii və zəruridir. Və beləliklə, gəlib çatırıq son suala. Bu sual birbaşa sizədir. Əgər sizin öz formanız, sizin varlığınız bir gün dəyişməyə başlasaydı, nə edərdiniz? Bütün gücünüzlə buna qarşı mübarizə aparardınız, yoxsa Chuang Tzu onun dediyi kimi sadəcə arxaya çəkilib, maraqla növbəti dəfə nəyə çevriləcəyinizi seyr edərdiniz? Bəlkə də əsl müdriklik hər şeyi nəzarətdə saxlamağa çalışmaq deyil, sadəcə o möhtəşəm çevrilməni izləməkdir. Nə düşünürsünüz?